Sanqan sürənlər mütləq izləsin. Çekincinin işarəsi yanır, sönür, müqat eləyir. Yoxlayırıq. Mühərriki işə salın. Bir daha xoda salın mühərriki. 4-cü silindirdən çıxan sveça. Sanqan sürənlər mütləq izləsin. Çekincinin işarəsi yanır, sönür, müqat eləyir. 2025 46 min kilometr gedib. Səbəb nədir? İndi daha ətraflı izah edim. Avtodiagnostika vasitəsilə aşkarlanır ki, 4-cü silindirdə problem var. P030400 silindir 4. Heç bir fərq eləmir. Ancaq bu birisi silindirlərdə fərq eləyir işləkirlərin sayılında. Görürsünüz ki, işləkirlər ayrılanda, bir-bir bobinlər ayrılanda fərq olunur. Bu silindirdə heç bir fərq eləmir. Bobini yoxlayacağıq ilk öncə. 4-cü silindirin bobinin iskrasını yoxlayırıq. Mühərriki işə salın. Bobində heç bir problem yoxdur. Yəni iskra tam şəkildə qaydasında da parametrlər, yəni düzdür, bobinin parametrləri. 4-cü silindirdən çıxan sveça. Artıq 40 nəsə min dedik, yox gedib? 46 min gedib, zavod gələn sveçalı şamlarda üstündəki motorun indi kompressiya yoxlanılacaq, indi ki şamda problem var. Əslində belə problemlər olanda, mühərrik problemi olanda olur, ya da sveç işləməyəndə olur. Kompressiya yoxlanılır. Qaydasındadır. Mühərrikin sıxılma dərəcəsini yoxlayırıq, yəni kompressiyalar yoxlanılır ki, qaydasındadır yoxsa yox. Bir daha xoda salın mühərriki. Dokuz, 8-dən yuxarı normaldır. İkinci silindir. Qısa eləmək üçün tez-tez saxlayıram videonu ki, 2, 3, 4 hər birinin kompressiyası eyni qaydasındadır. İndi sonuncu birinci silindirdə yoxlayırıq. Problem sveçada olacaq, farsunkalar stent olunacaq, problem aradan qalxmış olacaq. Bir daha. Hər biri qaydasındadır. Şeyin özü gəldi, sveçaların özü. Çıxardı sveçaları üstə. Bax, birə-bir kodla eyni. Çanqanın orijinal sveçaları. Dəyişir, tam zamanətli şəkilində get sür kefələ. Bağlayaq sussun. İşimizi yekunlaşdırırıq. Bir biyaqların silindirlərin hamısını yoxladığımıza görə P3, 03, 01, 02, 03, 04 səhvləri silindirlərin səhvlərini deməkdir. Artıq biz avtomobilimizi xoda salmaq istəyirik. Avtomobil xoda düşür. Enjektorun çekincinin işarəsi yanıb sönməsi olmayacaq. Biz bunları səhvləri resert edirik. Bir-bir hamısı silinir. Enjektorun işarəsi silindi. Xeyirli olsun. İşte bu qədər. Bir də təzə çanqan alan avtomobillər sürücüləri deyir ki, mühərriki necə işə salırsan, onu da görsədim yeri gəlmişkən. Buradan girdiniz bura, moreni seçdiniz və buradan bu belə olur bu qaydada. Bir dənə bu bir toxunuşla mühərrik işə düşür və mühərrikin sizə işləməsini də görsədim ki, necə sakit, səssiz işləyir. Bu da artıq silindirlərin işimizin yekunundur. Motorxananın təmizliyi inşallah işi.